Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan iş dəftərinin səhifə 50 və 51-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 4A tapşırığında deyir ki, mətni oxu. Cümlələri cədvəl üzrə qruplaşdır. Bahar. İlin ən gözəl fəsillərindən biri bahardır. Bahar gələndə təbiət canlanır, torpaq isinir, ağaclar oyanır, yarpaqlar, çiçəklər təbiəti bəzəyir. Bu çiçəklərdən biri də bənövşədir. İsmi xəbərli cümlələr. İlin ən gözəl fəsillərindən biri bahardır. Burada ismi xəbər nədir? Bahardır burada. Burada ismi xəbər bahardır. Bu çiçəklərdən biri də bənövşədir. Nədir? Bənövşədir. Və ismi xəbərin suallarından biri də nə idi? Nə? Bənövşədir. Feili xəbərli cümlələri yazırıq. Bahar gələndə təbiət canlanır. Nə edir? Canlanır. Torpaq isinir. Nə edir? İsinir. Ağaclar oyanır. Nə edir? Oyanır. İlk yarpaqlar, çiçəklər təbiəti bəzəyir. Nə edir? Bəzəyir. B. Nöqtələri yerinə uyğun sözlər yazmaqla cümlələri tamamla. A. İsmi xəbərli cümlələr yarat. 1. Qarışqa çox balacadır. Nədir? Balacadır. 2. Hava çox istidir. Necədir? İstidir. 3. Kitab maraqlıdır. Necədir? Maraqlıdır. B. Feili xəbərli cümlələr yarat. 1. Qarışqa yuvasına yem daşıyır. Nə edir? Daşıyır. 2. Hava getdikcə soyuyur. Nə edir? Soyuyur. 3. Kitab oxudum. Nə etdim? Oxudum. Keçək tapşırıq C-yə. Elə cümlələr yaz ki, xəbəri aşağıdakı suallara cavab versin. 1. Kimi? Biz çalışqan şagirdlərik. 2. Necəsən? Bugün sən çox xoşbəxtsən. Yəni, elə yazmalıyıq ki, xəbəri xoşbəxtsəndir burada xəbəri. Necəsən? Xoşbəxtsən. 3. Neçədir? Saat 9-dur. Neçədir? 9-dur. 4. Haradadırlar? Onlar Bakıdadırlar. Haradadırlar? Bakıdadırlar. 5. Nə etdiniz? Siz kitab oxudunuz. Nə etdiniz? Oxudunuz. 6. Nə olacaq? Yağış olacaq. Nə olacaq? Yağış olacaq. Keçək səhifə 51-ə. 4-cü fəslimizin adı yenilməz qəhrəmanlardır. Bir tapşırığında deyir ki, Heraklın Stin fal quşlarını qovması mətnində hansı suallara cavab var? Herakl hansı qoçaqlıqları göstərmişdi? Bu var. Stin fal quşlarının lələkləri hansı metaldan idi? Bu da var idi. Onlar mis metaldan idi. Misdən idi. Hansı kəndin əhalisi ona kömək etdi? Bu yoxdur. Stin fal quşları hara uçub getdilər? Bu da yoxdur. Heraklın neçə oxu var idi? Bu var idi. Herakl şaxşaxları nədən hazırlamışdı? Bu da var idi. B. Heraklın Stin fal quşlarını qovması mətni ilə bağlı rəy yaz. Mətnin adı Heraklın Stin fal quşlarını qovması haqqında rəy. Bu mətndə Heraklın göstərdiyi qəhrəmanlıqlardan və qoçaqlıqlardan yaza bilərsiniz. Qəhrəmanlıqlardan danışılır və ya Heraklın göstərdiyi qəhrəmanlıqlardan və qoçaqlıqlardan danışılır. Və Stin fal quşlarını qovmasından, belə yazın. Hansı epizod səni inandırıcı görünmədi? İlahənin onunla yuxusunda danışması və ona kömək etməsi mənə heç inandırıcı görünmədi. Mətndə hansı məqamlar sənin üçün aydın olmadı? Quşların şaxdan qorxub qaçması. Yəni, quşlar niyə şaxdan qorxurlar və qaçırlar? Baş qəhrəmanın hansı xüsusiyyətləri sənin diqqətini cəlb etdi? Onun şücaəti, qəhrəmanlığı, gücü, mərdi, cəsarəti və s. Yəni, bu xüsusiyyətləri mənim diqqətimi cəlb etdi. Mətni qiymətləndirmək üçün ulduzları siz rəngləyəcəksiniz. Neçə? Əgər xoşunuza gəlmədisə bir ulduzla, çox da xoşunuza gəlmədisə 3,
çox əladırsa 5 ulduzla rəngləyə bilərsiniz. Rəng yazanın imzası, imzanızı yazırsınız və tarixi hansı vaxtda hansı vaxtda yazmısınızsa bu tapşırığı o tarixi yazırsınız. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.